Rəqəmsallaşma ciddi problemlərlə bizi üz-üzə qoyur. Ən böyük problem ondan ibarətdir ki, əgər təhsil sistemi, universitet müdiri səmərəsizdirsə, bu səmərəsiz təhsil sisteminin, səmərəsiz universitet modelinin müasir texnologiyanın tətbiq edilməsi doğrudurmu? Rəqəmsallaşma köhnə təhsil modelinin müasir texnologiyalar əsasında həyata keçirilməsi anlamına gəlir. Rəqəmsaldır ki, ilk növbədə müəllimlərin yüngülləşməlidir. İlk növbədə tələbələr daha çox işləyir. Rəqəmsallaşma tələbə mərkəzli təhsilin ödənilir. Buna nəzər alaraq biz çevrilmiş təhsil modelinin tətbiqinin həyata keçirilir.